Neftçala rayon ərazisində ağır yol qəzası baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə Salyan Neftçala avtomobil yolunun aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Nəqliyyat vasitələrinin toqquşması nəticəsində qəza edən ailənin bir üzvü Ələkbərov Murad Sabiroğlu hadisə yerində ölüb. Qəza zamanı həmin ailənin daha 3 üzvü Ələkbərov Sabir Cabbaroğlu, Ələkbərova Nuranə Sübhan qızı və Ələkbərov Samir Sabiroğlu xəsarət alaraq Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Masallıda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib. Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi VAZ 2106 markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasov vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, araşdırma aparılır. Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə Qazi atası olduğu bildirilir. Samux rayonunda isə mikroavtobus idarəetmədən çıxaraq aşıb. Reportun məlumatına görə qəza nəticəsində 2000-ci il təvəllüdlü Əskərov Vüqar İlqaroğlu ölüb, daha bir neçə nəfər xəsarət alıb. Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur. Baş vermiş faktla bağlı araşdırma aparılır.